Şərikli biznes barəsində dünyada statistika varmış. Bu statistika və Azərbaycan reallığı sənə maraqlıdırsa, videonu axıra qədər izlə. First Round Capital deyir ki, dünyada şərikliklə qurulan bizneslər solo bizneslərdən 163% daha uğurlu olur. Oxford Internet İnstitutda öz araşdırmasında bu faktı təsdiqləyir. Onlar deyir ki, 2-3 nəfərin bircə qurduğu startap tək adamın qurduğu startapdan daha sürətlə böyüyür. Buna səbəb odur ki, 2-3 nəfərlik komandada hərə bir istiqaməti irəli apararaq şirkətin böyüməsinə daha sürətlə təsir edir. Araşdırmalar fərqli baxışlı insanların bircə qurduğu bizneslərin fərdi insanların qurduğu bizneslərlə müqayisədə daha uğurlu olduğunda qeyd edilir. Bura qədər şad xəbər idi. Bəd xəbər isə ondan ibarətdir ki, Harvard Business School öz araşdırmasında bildirir ki, şərikli bizneslər digər bizneslərlə müqayisədə 29% dağılma ehtimalı daha çoxdur. Buna səbəb insanların bir-birinə yol getməməsi, razılaşmalarına əməl etməməsi kimi göstərilə bilir. Azərbaycanda bəs reallıq necədir? Bizdə şərikli bizneslər məsuliyyət dəqiq bölündükdə, maliyyə ciddi nəzarət olunduqda və razılaşma yazılı formada olduqda yaşaması ehtimalı daha yüksəkdir. Əks halda təəssüf ki, bu bizneslərin ömrü 12-24 aydan daha uzun çəkmir. Nəticədə yaxşı dostluq, yaxşı biznes demək deyil. Amma sistemli, strukturlu olan biznes isə həqiqətən də doğru bir seçimdir.